sən də tell və say sözlərini qarışdırırsan, narahat olma. Bu videodan sonra hər şey düzələcək. Sadə bir qayda var. Say plus something, tell plus someone. He said me, səhvdir. Düzgün olan he told me. Yəni say deyilən sözün diqqəti onun üstündə olanda istifadə olunur. Məsələn, say hello, say thank you. Tell isə biz məlumatı kiməsə çatdıranda istifadə edirik. Məsələn, tell me the truth. Tell her what happened. Bu qədər. Ümid edirəm, sən artıq tell və say arasındakı fərqi gördün və bundan sonra hər şeyi düzgün və bundan sonra onları düzgün istifadə edəcəksən. İngilis dil səviyyəni daha yaxşı artırmaq üçün və bu kimi sözləri və bu kimi native English sözlərini öyrənmək istəyirsənsə, mütləq şəkildə bizə yaz, ödənişsiz test dərsimizə qoşul və ingilis dilini inkişaf etməyə elə indi başla.